Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizlə sertifikasiya imtahanına dəstək məqsədi ilə çevrə üzrə hərəkətə aid bir neçə sualın izahına baxacağıq. Gəlin birinci sualdan başlayaq. İlk sualda bir velosipedçi şəkildəki kimi radiusu 40 metr olan dairəvi yolun K nöqtəsindən L nöqtəsinə 10 saniyə ərzində gəlir. Buna görə velosipedçinin periodunu, bucaq sürətini və xətti sürətini tapmaq lazımdır. Periodu çox asanlıqla buradan tapa bilərik ki, 60 dərəcəni, yəni belə deyək, pi böl 3 dərəcəni 10 saniyə gəlirsə, tam çevrəni, yəni 2 pi dərəcəsinin neçə saniyə dönər? Əlbəttə ki, buradan biz x bərabərdir 60 saniyə taparıq. Deməli, t bərabərdir 60 saniyə olacaqdır. Daha sonra bucaq sürətini biz artıq periodu tapdıq, buradan yerinə də qoyub tapa bilərik. Və ya birbaşa elə verilənlərdən də tapmaq olar ki, omega üçün biz delta fi bölünsün delta t düsturundan istifadə edərək tapa bilərik. Burada döndüyü bucaq 60 dərəcə, yəni pi böl 3. Zaman isə 10 saniyə olduğu üçün buradan pi böl 30. Pini də yerə 3 qoyduqda 0,1 demək, radian böl saniyə ala bilirəm. Demək, omeqanda 0,1 radian böl saniyə alırıq. Xətti sürəti tapmaq lazımdır. Xətti sürəti də omega vur r düsturundan tapa bilərəm. Omeqanı 0,1 tapdıq. Radius 40 metrdir. Bu olacaq 4 metr böl saniyə. Demək, xətti sürəti də 4 metr böl saniyə tapdıq. Belə. İkinci sualımızda sağlam bir insan orqanizmi J-nin 25 mislindən tab gətirə bilər. Şəkildəki kimi 800 metr böl saniyə sürəti olan bir təyyarənin pilotu R radiuslu dairəvi trayektoriyada dönmə manevri edir. R radiusu ən azı neçə ola bilər? Buradan biz çevrə üzrə hərəkətdə olduğu üçün mərkəzə doğru M-anı qeyd edə bilərik. Həmçinin MJ-ni qeyd edə bilərik. Və biz buradan M-anı 25 MJ-yə bərabər edirik. 25 MJ-yə bərabər edirik. Nəyə görə? Çünki 25 qatına tab gətirə bilər. Buradan M-ləri ixtisar etsək, A-nın da yerinə biz V kvadratı böl R yazsaq, buradan R üçün V kvadratı bölünsün 25 J alarıq. Buradan R bərabərdir. Demək, bu şəkildə V-nin kvadratı və J. Buradan isə demək, ixtisarları aparsaq 2560 metr alırıq. Demək, doğru cavab radius üçün 2560 olacaqdır. Növbəti sualımızda şəkildəki K və L çarxları eyni mərkəzli olaraq bir-birinə keçirilib. Radiusu 3R olan M çarxı qayışla radiusu R olan K çarxına bağlanıb və birlikdə fırlana bilir. Bir nöqtəsinə M kütləli, iki nöqtəsinə isə 2M kütləli cisimlər yapışdırılıb. 1 və 2 üçün müəyyən etmək lazımdır. Xətti sürətlərin nisbəti, mərkəzə qaçma təcillərin nisbəti, mərkəzə qaçma qüvvələrin nisbəti. Biz əvvəlcə xətti sürətlərin nisbətinə baxaq. Deməli, bir nöqtəsi qeyd edək burada da, iki nöqtəsi də qeyd edək burada da. Demək, burada və buradadır. İlk öncə biz V1 bölünsün V2 nisbətini tapmaq üçün gəlin baxaq.
Demək, R radiuslu çevrənin sürəti ilə 2 radiuslu çevrənin sürəti, yəni K və L-in sürətləri radiusa görə mütənasib olacaq. Əgər mən içəridəki o K çevrəsinə, yəni R radiusluya V sürəti desəm, L-in sürəti olacaq 2V. 2V. Daha sonra mən K çevrəsi ilə M çevrəsinin qayışla bağlandığını görürəm. Bu deməkdir ki, M çevrəsinin sürəti ilə K çevrəsinin sürəti bir-birinə bərabərdir, yəni V-dir. Amma L çevrəsinin sürəti isə 2V qədərdir. Bir cismi M çevrəsinin üzərində olduğu üçün onun sürəti V, iki cismi L çevrəsinin üzərində olduğu üçün onun sürəti 2V və nisbətləri də 2-də 1 olacaqdır. Daha sonra mərkəzi qaçma təcillərinə baxıram. Mərkəzi qaçma təcillərinə baxanda yenə də mən K və L-i ilk olaraq radiusa görə mütənasib götürə bilərəm. Demək, əgər K-nın mən təcilini A desəm, onda L-in təcili olacaq 2A. Mən daha sonra K və M-in təcilini radiusla tərs mütənasib əlaqələndirirəm. Çünki K və M-də sürət sabitdir. Onda mən deyirəm ki, R radiuslu çevrənin, yəni K çevrəsinin təcili A idisə, tərs mütənasib olaraq 3R radiuslu çevrənin təcili isə olacaq A böl 3. Çünki biz bilirik ki, əgər sürət sabitdirsə K və M-də, onda biz A üçün V kvadratı böl R düsturundan istifadə edəcəyik. Orada A ilə R tərs mütənasib olacaq. Onda R radiusluya A qədər təcil, 3R radiusluya A böl 3 qədər təcil uyğun olacaq. Onda V1-in, A1-in A2-yə nisbəti bərabərdir A böl 3. Buna demişik. Demək, 2 çevrəsində təcili 2A olduğuna görə buradan 6-da 1 alırıq. Daha sonra qüvvələri istəyir bizdən F1-in F2-yə nisbəti. Onda belə yazacağam. Təcil məlum idi. Bir cisminin kütləsi M qədərdir. Onda bu M A böl 3. Digəri isə 2M vur 2A olacaq. Onda buradan 12-də 1 almış olarıq. Hər birini qeyd elədik. Növbəti məsələdə uzunluğu 2R olan bir ipin ortasına və bir ucuna kütlələri M olan hər ikisinin kütləsi ikisinin də kütləsi M-dir. M olan iki cisim şəkildəki kimi bağlanılıb və əmələ gələn bu sistem O nöqtəsindən tutularaq üfüqi və sürtünməsiz bir səthin üzərində, yəni tutaq ki, bir masanın üzərində sabit bucaq sürəti ilə fırladılır. İplərdə yaranan gərilmə qüvvələrinin qiymətini müqayisə edin. İndi gəlin baxaq. Bütün ipin uzunluğuna bir L desək və yaxud da bir radius kimi baxsaq, mərkəzdən kənara qədər, onda tən orta nöqtə bura, deməli, burada R deyək, burada R deyək. Onda ümumisi əlbəttə ki 2R olacaq. Və T1 gərilmə qüvvəsi hər ikisini belə deyək, mərkəzə doğru dartır. Onda biz T1 üçün M1 omega kvadratı R üstə gəlinsin M2 omega kvadratı artıq ikinci cismin buradan olan məsafəsinə mən nə deyəcəm? 2R deyəcəm. Bu birisi üçün nə demişdik? R demişdik. Onda bu 2R olacaq. 2R. Buradan deməli T1 üçün mən demək M1 M qədərdir. M2 də M qədərdir. Onda bu olacaq 3M omega kvadratı R qədər. Daha sonra T2-yə baxsaq, T2 təkcə M2-ni belə deyək,
bağlayır. Ona görə də o təkcə olacaq m2 omega kvadratı 2r. Onda t2 bərabərdir 2m omega kvadratı r. Onda biz t1-in t2-yə nisbətini yazısı olsaq 3 omega kvadratı r-i bölürəm 2m omega kvadratı r-ə. Buradan 2-də 3 alıram doğru cavabı. Növbəti və sonuncu məsələmizdə saniyədə bir tam dövr edən, yəni bir tam dövrə 1 saniyə vaxt sərf edibsə, demək periodu 1 saniyədir və şəkildəki cisim bir ipin ucuna bağlıdır. Yəni burada kürəcik biz görürük cisim ipə bağlıdır və 10 metr bölü saniyə sürətlə düz xətlə bərabər sürətlə hərəkət edir. Cisim 60 dərəcə döndükdə ortalama təcil nə qədərdir? Demək biz ortalama təcil dedikdə sürət dəyişməsini böləcəyi zaman dəyişməsinə. Yəni qiymət olaraq da biz sürət vektorunun dəyişməsini tapandan sonra həmin qiyməti böləcəm zaman dəyişməsinə, alacağam təcilin qiymətini. Onda bu şəkildə bölünsün delta t yaza bilərəm. Periodumuz 1 saniyə idi dedik. Onda baxsam ki, nə qədər zaman mənə lazım olacaq? Periodun 6-da 1 hissəsi. Çünki tam çeviri 360 dərəcədir və buna uyğun zaman perioddur. Onda 60 dərəcəyə də periodun 6-dan 1-i mənə lazım olacaq. Onda delta t t böl 6, buradan da 6-da 1 alıram. Qaldı sürətin dəyişməsini tapmaq. Sürətin dəyişməsini tapmaq üçün, yəni sürət vektorunun dəyişməsini tapmaq üçün mən V1 vektorunu da paralel olaraq bura köçürdürəm. V1 vektoru, burada da V2 vektoru və mən V2 vektorundan V1 vektorunu çıxacağım bir fərq vektor alacağım. Ona bir delta V vektoru deyirəm. Biz bilirik ki, iki vektorun fərqini tapanda fərq vektorum çıxılandan azalana doğru yönəlir və burada hər birinin deməli bucağı 60 dərəcədir və biz burada kosinuslar teoremindən istifadə etsək, demək V2-nin kvadratı üstəgəlsin V1-in kvadratı çıxılsın 2V1 V2 kosinus 60 dərəcə yaza bilirəm. Buradan demək 100 üstəgəlinsin 100 çıxılsın 2 kosinus 60 dərəcədə 2-də 1. Onda biz buradan elə 10 cavabını alırıq. Ümumiyyətlə biz bilirik ki, əgər 2 vektor verilibsə, hər birinin qiyməti eynidirsə, aradakı bucaq 60 dərəcədirsə, üçüncü tərəf elə onların öz qiymətinə bərabər olacaqdır. Onda biz demək təcili tapanda sürət dəyişməsinin qiymətini tapdıq. 10. Zaman dəyişməsi də 6-da 1 dedik. Onda olacaq bu 60 metr bölünsün saniyənin kvadratına. Belə, əziz müəllimlər, 5 dənə sualdan ibarət olan kiçik bir sınaq işlədik sizlə. İnşallah ki, faydalı olar. Sertifikasiyaya dəstək məqsədi ilə silsilə videolar paylaşılacaqdır. Ona görə də kanalı izləməyi unutmayın. Sertifikasiya imtahanına qədər digər mövzular üzrə də videolarımız inşallah ki, yerləşdiriləcəkdir. Təşəkkür edirəm izlədiyiniz üçün, minnətdaram.